Добрый вечер, драгоценная церковь. Əziz kilsə, axşamınız xeyir olsun. Я бы хотел от всего сердца поблагодарить вас за то, что вы здесь. Bütün ürəkdən sizə təşəkkürümü bildirirəm gəldiyinizə görə. Также я очень хотел бы поблагодарить наше музыкальное служение. Eləcə də musiqi xidmətimizə təşəkkürümü bildirmək istəyirəm. Далер, Джамиль, Мурат. Daler, Cəmil, Murad, Как здорово. əladır Поднимают на небеса ki своими bizi песнями. öz ilahiləri ilə, sitayişi ilə səmalara И qaldırırlar. замечательно, да, они вместе поют. Və gözəldir ki, onlar bir yerdə oxuyurlar. И пастор Акиф Və Pastor Akif, тоже. o da. Я бы хотел сказать, что Бог отвечает на молитвы. Demək istəyirdim ki, Tanrı dualara cavab verir. Я не буду рассказывать все, Hər şeyi danışmayacağam. но есть моменты, которые в действительности сегодня Бог ответил на мои молитвы. Və məqamlar var ki, bax elə bu gün Tanrı dualarıma cavab veribdi. И мы с пастором Акифом можем стоять здесь. Və biz Pastor Akiflə burada dayana bilərik. Удивительное лето, не так ли? Heyrətamiz bir yay, На самом деле фестиваль var. очень насыщенное, очень удивительное çox лето. belə dolğun və heyrətamiz yaydır. И мы в воскресенье говорили о Петраконе, когда только вернулись. Və biz bazar günü Petrokondan danışdıq, oradan qayıtmışıq, Такие наполненные и Да. под впечатлением. dolmuşuq və təəssüratlarla doluyuq. И хорошо, что мы поделились некоторыми мыслями. Və yaxşıdır ki, o bazar günü bəzi fikirlərlə И bölüşdü остальные мысли, конечно, они с нами. və qalan fikirlər hələ də bizi iləndir. И вот следующий этап – это лагерь. Və növbəti mərhələ düşərgə Вы mərhələsidir. знаете, я в понедельник утром отправился в лагерь. Və bilirsinizmi, birinci gün səhər tezdən mən düşərgəyə yola düşdüm. И вот вчера вечером, поздно вечером, я вернулся. Və dünən axşam gec saatlarında qayıtdım. Казалось бы, 2 дня, Elə bil ki, 2 gündür, но очень насыщенное время. amma çox dolğun bir vaxt Как oldu. будто бы, знаете, раньше лагеря, они шли 24 дня. Və bilirsinizmi, əvvəllər düşərgələr 24 gün davam eləyirdi. И вот я приехал, можно сказать, на 2 раньше. Как будто я 20, не 2, а 22 дня был там. Və elə bil ki, 2 gün yox, 22 gün orada olmuşam. И действительно очень много впечатлений. Və həqiqətən də çoxlu təəssüratlarım var. И так интересно, когда вы знаете, да, я живу в Шаганах, это ближе к Мардакяну. Və bildiyiniz kimi mən Şağanda yaşayıram və bu yerdə Mərdəkana yaxın bir yerdir. И Расул с Тахиром, Саид и Тимур, они тоже участники лагеря. Və Rəsul, Timur, Səid, onlar da düşərgədə iştirak edirlər И я хотел их отвезти. və istəyirdim ki, onları aparım ora. Я ехал на машине, я думал, что они могут поехать со мной. Və avtomobilimlə gedirdim və düşünürdüm ki, onlar da mənimlə bir yerdə gedə Но bilərlər. пастор Самир сказал, что лагерь начинается с автобуса. Və Pastor Samir isə dedi ki, düşərgəmiz elə avtobusdan başlayır. Я сказал, отлично, значит, я отвезу их до автобуса. Və dedim ki, əla, deməli mən onları avtobusa qədər aparacağam. И я отвез их до автобуса. И, Автобуса, чтобы ехать, не один я ехал, я Və попросил пастора Алексея поехать со мной. tək getməmək üçün Pastor Alekseydən xahiş etdim ki, mənimlə getsən. И это тоже было удивительное время. Və bu da heyrətamiz bir vaxt oldu. Я скажу, что очень давно мы с пастором Алексеем вот так вот вместе чай попить, поговорить и ехать, и разделить дорогу. Və deyərdim ki, çoxdandır Pastor Aleksey ilə bir yerdə yol getmək, çay içmək, ünsiyyətdə olmaq kimi imkanlarımız olmuyor. В общем, в действительности лагерь начался для кого-то с автобуса, для кого-то с машины. Və həqiqətən də düşərgə kimi üçünsə avtobusdan, kimi üçünsə avtomobildə başladı. И я хочу сказать, что Бог в действительности говорит в лагере. Və demək istəyərdim ki, Tanrı həqiqətən də düşərgədə danışır. Пастор Самир несколько раз сделал ударение на это. Və Pastor Samir dəfələrlə buna vurğu vurdu. И я действительно чувствовал, что Бог разговаривает. Və həqiqətən də hiss edirdim ki, Tanrı danışır. На самом деле, я бы так сказал, что наш лагерь и вообще лагерь – это как конференция. Və demək istəyərdim ki, düşərgə bu bir konfrans kimidir. Просто там есть дополнительные активности, есть игры, спорт. Və fərq ondadır ki, orada əlavə oyunlar var, əlavə hissələr var. Я бы так сказал, что мы были в Питере на конференции. Və deyərdim ki, biz Sankt-Peterburqda konfransda idik. Новое небо, новая земля тема. Orada mövzumuz yeni göy və yeni yer üzü idi. И вот мы попадаем здесь, в этот лагерь.
Burada isə həmən bu düşərgəyə И düşmüşük. это как картина нового неба и новой Və земли. bu düşərgə də yeni göylərin və yeni yerin bir mənzərəsi kimidir. И в лагере была тема, и также у них библейский стих. Və düşərgənin də öz mövzusu var idi, eləcə də Bibliyadan bənd var idi. Есфирь 4:14. Esterin kitabı 4:14. Позже прочтем этот стих. Daha sonra o bəndi oxuyacaq. И название лагеря Джасарет, смелость. Və düşərgənin adı cəsarətdir. Cəsarət mövzusu. Очень интересное название. Və çox maraqlı bir addır. Я по ходу проповеди буду рассказывать некоторые вещи, которые там происходили. Vəz etdikcə orada baş verən bəzi şeylər barəsində danışacağam. Я думаю, что у них будет хороший большой отчет по возвращению. Və düşünürəm ki, geri qayıdandan sonra onlar böyük bir hesabatla Я qayıdacaqlar. постараюсь не вмешиваться в это. Və çalışacağam ki, onların hesabatına qarışmayım. Я просто расскажу, как Бог говорил. Amma sadəcə Tanrının necə danışdığı barəsində И danışacağam. вот я вчера вечером приехал, и я готовился к проповеди. Budur, dünən axşam qayıtmışam və vəzə hazırlaşırdım. И у меня есть одна книжка, она называется также «Бесстрашные». Və bir kitabım var, onun adı, kitabın adı Qorxmaz. Это Макс Лукадо. Və kitabın müəllifi Max Lucado'dur. И он там пишет: «Ничто так не пробуждает в сердце храбрость, как ясно различимое прикосновение благодати». Və o deyir ki, ürəyi lütfün aydın toxunuşu qədər heç nə canlandıra bilməz. И ничто так не пробуждает страх, как неведение милосердия. Və eləcə də mərhəməti görməməzlik qorxu gətirə bilər. Другими словами, я бы сказал, что Başqa Божья sözlə благодать, desək, Tanrının lütfü она открывает наши крылья. bizə qanad verir. И я бы для храбрости, Ki qanadlandırır ki, biz cəsarətli olaq. для храбрости. Cəsarətli olaq. Тема храбрости. Cəsarət, mövzu cəsarətdir. И в этом контексте история Есфири, она наглядный пример. Və bu mövzu barəsində Esterin əhvalatı bir əyani bir sübutdur, nümunədir. Ее храбрость – это результат работы благодати. Və onun cəsarəti lütfün işinin nəticəsi idi. И, кстати, книга Есфирь – это та книга, которую ребята сейчас в лагере, они ее проходят. Və Ester kitabı həmən o kitabdır ki, düşərgədə həmən iştirakçılar o kitabı keçirlər, öyrənirlər. Они ее изучают. Öyrənirlər kitabı. И кто помнит, как воцарилась Есфирь? Və Esterin şahzadəliyə gəlməyini kim xatırlayır? Necə gəldi o şahzadə oldu? Есфирь это была дочь еврейского народа, Ester Yahudi xalqından bir qız idi. но которая родилась не в Иудее уже, а когда была, как ее предки попали в плен. Amma o Yahudi qız Yahudiyada deyil, amma onun ata-babaları əsirlikdə olanda orada doğulmuşdu. Родители ее умерли. Valideynləri vəfat etmişdi. И ее vоспитывал Мардохей. Və Mardakay onu böyütmüşdü. Можно сказать, что он был ее двоюродный старший брат. Və demək olardı ki, əmsi idi. И воспитывал ее в удивительном духе. Və heyrətamiz bir ruhda onu böyütmüşdü. Ее имя было Гадасса. Qadasa? Гадасса. Qadasa idi adı. Гадасса. Еврейское имя ее Yahudi было. adı Qadasa idi. Гадасса, а Есфирь это имя уже... Ester isə sonradan verilən adı idi. Да. И, кстати, Есфирь означает звезда. Ester adının mənası ulduz deməkdir. А Гадасса это мирт. Мирт. Qadasa isə bu мирт. bir bitkinin adıdır. И царь Артаксеркс Artaxerxes padşah сделал пир. Bir ziyafət qurdu. Очень длительный пир. Və böyük bir ziyafət idi. Много месяцев длился этот Və пир. bu ziyafət uzun illər davam etdi. Для всех воевод медоперсидских. Və bütün Fars adamları üçün, Для вельмож, döyüşçüləri для üçün, вельмож разных.
və müxtəlif cür əyanlar üçün И затем сделал еще один короткий пир для простого народа. və eləcə də qısa bir sadə bir xalq üçün qısa bir ziyafət verdi. И в конце этого пира он хотел показать народу свою королеву. Астинь была тогда. Və ziyafətin sonunda Царица. öz şahzadəsi Astini cəmaata göstərmək istədi. Которая тоже делала пир для своего окружения. Və o da Женского. öz qadın ətrafı üçün, yəni dostları üçün bir ziyafət vermişdi. И когда он ее позвал, мы не будем сейчас полностью разбирать эту книгу. Və bütün başdan ayağa bu kitabı keçməyəcəyik. Ага. Астинь отказала царю прийти на пир для того, чтобы он мог показать своему окружению. Və padşah öz zövcəsini xalqa göstərmək üçün dəvət edəndə onun zövcəsi Austin gəlmədi padşahın çağırışına. Он же хотел показать ее красоту. Və padşah isə zövcəsinin gözəlliyini cəmaata И к göstərmək теме istəyirdi. красоты мы вернемся немножко Və позже. gözəllik mövzusuna biraz sonra qayıdacağam. И по прошествии некоторого времени, Və bir müddətdən sonra по совету окружения своего, və öz əyanlarının məsləhəti ilə собрали в царстве множество красивых девушек. padşahlıqda gözəl qızları bir yerə topladılar. И царский евнух, он наблюдал за ними. Və padşah əyanlarından biri onlara baxırdı. Ага. И как бы готовил к встрече с царем, для того, чтобы царь выбрал новую. Və deməli Prinsesu. qızları padşahla görüşə hazırlayırdı ki, nəticədə padşah özünə yeni bir zövcə seçə bilsin. И Есфирь, она была в их числе. Və Ester də o qızların arasındaydı. И к царю, значит, полгода делали различные такие втирания Və ароматов. deməli yarım il ərzində, yəni qızları hazırlayırdılar və müxtəlif ətirli yağlarla onları hazırlayırdılar. Полгода одно втирание, следующие полгода второе Yarım il втирание. ərzində bir yağla hazırlayırdılar, yarım il ərzində digər yağlarla. И потом, когда она была готова, она входила к царю. Və nəticədə hazır olanda onlar padşah yanına daxil ola bilirdilər. И говорится о том, что Есфирь, она очень понравилась царю. Və deyilir ki, padşahın Esterdən çox xoşu gəldi. Она была красива станом и красива лицом. Və deyilir ki, həm qaməti, həm də üzü çox gözəl idi. Но я думаю, там было нечто другое. Amma düşünürəm ki, orada başqa nə isə var idi. Это была возможность для девушек попросить что-то для себя. Və eləcə də qızlar padşahın sarayına daxil olanda bu onlar üçün bir imkan idi ki, özləri üçün nə isə istəyə bilsinlər. И вот Есфирь, она зашла и ничего не попросила. Və budur, Ester padşahın huzuruna gəlir, amma özü üçün heç nə И istəmədi. ее молчаливый нрав, и ее поведение, Və onun sakitliyi, özünü aparması они коснулись царя. padşaha toxundu, padşahın xoşuna gəldi. И она осталась там. Və Ester sarayda qaldı. И затем царь надел на ее голову корону. Və nəticədə padşah Esterin başına tac qoydu. И она стала царицей. Və nəticədə Ester şahzadə oldu. Это как она попала. Və bu Esterin saraya necə düşməsi barəsində idi. И я думаю, что это Божья благодать. Və düşünürəm ki, bu Tanrının lütfü idi. Какие-то стечения обстоятельств, Və hansısa bir vəziyyətlər əsnasında но мы видим, что это Божья благодать, biz görürük ki, nəticədə Tanrının lütfü idi bu. которая затем дала ей смелость. Ki, nəticədə bu lütf Esterə bir cəsarət verdi. И я не хочу говорить, какой антоним у смелости. Və cəsarətin antoniminin nə olduğu barəsində danışmaq istəmirəm. Мы скажем об этом, что это страх, Və deyəcəyik ki, antonim söz olaraq qorxu sözü var. но не будем много говорить об этом. Amma qorxu barəsində çox danışmayacağıq. Мы знаем, что в Библии очень много призывов не бояться. Və biz bilirik ki, Bibliyada çoxlu çağırışlar var. Deyilir ki, qorxmayın.
Мы не будем разбирать многие из них. və bir çoxlarına toxunmayacağıq. Может быть, два практических момента. Amma bəlkə də iki təcrübi məqama baxacaq. 2 Тимофея 1:7. Timoteyə 2-ci məktub 1:7 Ибо Бог дал нам не духа боязни, но Deyilir силы ki, и любви и целомудрия. Tanrı bizə qorxaqlıq ruhu deyil, amma cəsarət ruhu, güc, məhəbbət və ağıllı, kamallı olmaq ruhu veribdir. И второе — это 1 Иоанна 4:18. Və ikinci bəndimiz Yəhyanın 1-ci məktubu 4-cü fəslin 18-ci bəndidir. В любви нет страха, но совершенная любовь изгоняет страх. Deyilir ki, məhəbbətdə qorxu yoxdur, lakin kamil məhəbbət qorxunu qovur. И на самом деле любовь и страх, они психологически даже несовместимы. Və hətta psixoloji olaraq məhəbbətlə qorxu bir yerə qoyulmazlar. И это может быть наглядно, мы можем так показать. Это как у детей. Və əyani olaraq bunu uşaqlarda olduğu kimi göstərə bilərik. Каждый ребенок, он обладает двумя основными потребностями. Ki hər uşağın iki əsas tələbatı var. Первая потребность – это способность исследовать мир, Birinci tələbat odur ki, onlar dünyanı kəşf etmək istəyirlər. благодаря которой он растет, развивается. Və kəşf etdikcə də o böyüyür, inkişaf edir. А вторая потребность – это потребность в безопасности, Və ikinci tələbat təhlükəsizlik tələbatıdır. без которой он не может исследовать мир. Ki təhlükəsizlik olmadan da uşaq dünyanı kəşf edə bilmir. Если нет безопасности, он не исследует мир. Əgər təhlükəsizlik yoxdursa, onda uşaq dünyanı kəşf etməyəcək. Он должен ощущать безопасность. O körpə uşaq o təhlükəsizliyi hiss Мы etməlidir. можем сказать, что он получает это в семье. Və deyə bilərik ki, uşaqlar həmin təhlükəsizliyi ailədə alırlar. Родители подталкивают rебенка изучать что-то новое, Və valideynlər uşaqları vadar edirlər ki, uşaqlar yeni şeylər öyrənsinlər. делать какие-то шаги. Ki, hansısa addımlar atsınlar. Иногда даже, может быть, кто-то из родителей подталкивает rискнуть где-то. Və bəlkə də valideynlərdən bəziləri uşaqlarını hansısa məqamda risk etməyə belə Может vadar быть, чтобы не edirlər. упустить шанс, Ki, şansı əldən buraxmasınlar. попробовать Ki, что-то. nəyisə sınasınlar, yoxlasınlar. И также родители, они дают вот ощущение вот этой вот безопасности. Və eləcə də valideynlər həmən o təhlükəsizlik hissini yaradırlar uşaqlar üçün. И родительская любовь, она Владеет. помогает преодолеть страх и такое ощущение безопасности. Və valideyn məhəbbəti həmən qorxunun öhdəsindən gəlməyi, həmən o təhlükəsizliyi hiss etməyə kömək И edər. вот уже переходя к взрослому человеку, Və artıq böyük adamlara gəldikdə isə этот стих, он говорит о том, что нам нужно приближаться к совершенной любви. və bu bənd danışır ki, biz kamil məhəbbətə yaxınlaşmalıyıq. И я делился, эта тема даже была на Петраконе. Və hətta Petrakonda bu mövzu var idi, mən bölüşürdüm. Помните, в воскресенье упасть в любовь, Və yadınızdadır, bazar günü danışırdım ki, məhəbbətə düşmək, məhəbbətə yıxılmaq, упасть в любовь. məhəbbətə düşmək. И она изгоняет страх. Bax, o məhəbbət qorxunu qovur. И сейчас вернемся в лагерь. Və indi gəlin düşərgəyə qayıdaq. Значит, у нас была такая пробежка утром. Və səhər tezdən belə bir Пробежка, качешь. qaçış vaxtımız var idi. Да, мы из-за того, что была команда спортсменов, Orada idmançılar komandası olduğuna görə мы чтобы не пропускать тренировку, məşqləri buraxmamaqdan ötəri мы встали раньше всех на полчасика. hamıdan yarım saat qabaq qalxırdıq. Нас было человек 6-7, и мы выбежали. 6-7 nəfərlik bir komanda ilə qaçırdıq. Вы знаете, на территории лагеря жила собачка. Bilirsinizmi, deməli düşərgə ərazisində bir it yaşayır. И когда я ее увидел, Mən- когда только зашел в лагерь, Düşərgəyə gələndə o iti görəndə она такая покрыта плешью. qotur xəstəliyinə tutulub. Да, такая Tükləri tökülüb. очень невзрачная собачка. Yəni tükləri tökülübdür, pis bir vəziyyətdədir. Но вот мы выбежали бежать кросс. Və biz çıxdıq ki, cross qaçaq Мы засекли километраж, və kilometri qoyduq.
И эта собачка, она бежит за нами. və bu it də arxamızca qaçır. Но я думаю, наверное, сейчас чуть-чуть пробежится и остановится. Və düşünürdüm ki, it biraz qaçacaq bizi ilə, sonra dayanacaq. Вы не поверите, она пробежала с нами все 3 километра. Və inanmazsınız, 3 kilometrin hamısını qaçdı bizi ilə. И вот когда мы возвращались туда, Və biz düşərgəyə qaydanda и она бежала с нами, bizi ilə qaçdı, qayıtdı. я посмотрел на нее, Və baxdım itə и я понял, что первый раз, мой взгляд, və başa düşdüm ki, birinci dəfə iti görəndə, он увидел плешь. yəni baxanda ona o xəstəliyi gördüm onda. И вот второй раз, когда я посмотрел, я увидел верного друга. Və ikinci dəfə isə ona baxanda mən sadiq, sədaqətli bir dostu gördüm. Мне так понравился этот момент, Və bu məqam çox xoşuma gəldi. и не только мне. Və nəinki mənə. Все obratили на это Hamı внимание. buna fikir verdi. И она стала такой любимицей там. Və o it hamımızın sevimlisinə çevrildi. Девочки шли купаться, она шла с ними и возвращалась с ними. Qızlar çimməyə gedəndə gedirdi, onlarla qayıdırdı. Очень маленькая собачка. Çox balaca bir it idi. Скажете, почему я об этом так много рассказываю? Deyəcəksiniz ki, niyə görə bunun barəsində danışıram? Я говорил, что мы коснемся темы красоты. И вот эта собачка, она была, в общем-то, по человеческим меркам некрасивой Və собачкой. biz dedik ki, gözəllik mövzusuna toxunacağıq. Bax, bu it insan baxışına görə heç gözəl deyildi. Но ее тихий нрав, Amma onun sakit o mənəviyyatı, наверное, ее верность, они покорили меня. yəni yəqin ki, onun o sədaqəti məni ürəyimi fəth etdi. И я к тому, что лагерь – это место, где Бог говорит. Və mən onun barəsində danışıram ki, düşərgə Tanrının danışdığı bir yerdir. И затем было собрание, Sonra toplantımız oldu. мы peli, и потом была социальная тема, это тоже определенное время. Biz ilahilər oxuduq və müəyyən bir müddətə sosial bir mövzular barəsində Мы danışdıq. говорили о том, что происходит в обществе. Və biz cəmiyyətdə baş verən şeylər barəsində Мы danışdıq. говорили о том, как люди часто pытаются выделиться. İnsanların necə tez-tez cəmiyyətdə fərqlənmək istəyindən danışdıq. И это как бы это nормально. Və bütün bunlar normaldır. Мы говорили, каким способом, кто-то так, кто-то иначе. Yolları danışdıq ki, kimsə bu cür yolla fərqlənmək istəyir, digər başqa yolla fərqlənmək Кто-то istəyir. прической, Kimsə öz saç düzümü кто-то ilə, цветом волос, kimsə saçının rəngi ilə fərqlənmək istəyir, кто-то дополнительными сережками. kimsə əlavə sırğalar taxıb Я сейчас не fərqlənmək хочу istəyir никого как бы обидеть. Все это нормально. və kimisə incitmək istəmirəm. Bütün bunlar normal şeylərdir. Я просто хочу сказать, что я подумал о том, что люди хотят выглядеть красивее. Və demək istəyirəm ki, insanlar gözəl görsənmək istəyirlər. И я размышлял о красоте. Və mən gözəllik barəsində düşünürdüm. Но знаете, на самом деле это может... Наша греховная природа и в этом может очень далеко нас завести. Və bilirsinizmi, bizim günahlı təbiətimiz bax bu mövzuda da bizi uzaqlara apara bilər. И это мы видим сегодня. Və biz bu gün bunu görə bilirik. Столько пластики. Nə qədər plastika ilə məşğul И olanlar сколько var. неудачной пластики. Nə qədər uğursuz əməliyyatlar. И просто я размышлял, красота, в чем же она? Və sadəcə düşünürdüm ki, gözəllik görəsən nədədir? Какая она красота? Bax, gözəllik necə bir şeydir? И что Библия говорит о красоте? Bəs Bibliya gözəllik barəsində nə deyir? Давайте прочтем притчи 31:30. Gəlin Məsəllər kitabı 31-ci fəslin 30-cu bəndini oxuyaq. Миловидность обманчива и красота суетна. Yazılıbdır ki, qadının məlahəti aldadıcı, gözəlliyi fanidir. Но жена, боящаяся Господа, достойна хвалы. Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir. И я не хочу сейчас говорить о каком-то поле. Мы можем сказать и муж, boyashiyся Господа. Və biz yəni hansısa bir cins barəsində danışmırıq. Hətta deyə bilərik ki, Rəbdən qorxan kişi də tərifə layiqdir. Но начало, сам факт в том, что начало мудрости это страх Господь. Amma fakt ondan ibarətdir ki, müdrikliyin başlanğıcı Rəbb qorxusudur. Есть такая не христианская, наверное, она певица, Ваенга. Deməli belə bir müğənni var, adı Ваенга.
ее фамилия Ваенга, да. Vayqadadır familiyası. И она поет песню, и там есть такие слова. Бог, ты, наверное, красив. Və o belə bir mahnı oxuyur və orada belə sözlər deyilir ki, ya Rəbb, yəqin ki sən gözəlsən. И она размышляет об этом. Və bu barədə düşünür. Я не знаю, насколько она знает о его красоте. Və bilmirəm o Tanrının gözəlliyi barəsində nə qədər bilir. Что она знает. Ki nə bilir. Но я хочу знать, Amma mən bilmək istəyirəm какова его красота. ki Tanrının gözəlliyi necədir. Давайте откроем Исайя 53:2. Gəlin Yeşaya 53-cü fəsil 2-ci bəndini açaq. Ага. Исайя. Ибо он зашел пред ним, как отпрыск, и как росток из сухой земли. Нет в нем ни вида, ни величия, и мы видели его, и не было в нем вида, который привлекал бы нас к нему. Yazılıb ki, o Rəbbin önündə bir fidan kimi, quru torpaqda bitən kök kimi böyüdü. Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi. Gözümüzü oxşayan zahiri siması da yox idi. Нет ничего, чтобы нас привлекало к нему. Ki elə bir şey yox idi ki, bizi ona cəlb etsin. Я хочу сказать, что это отрывок говорит об Иисусе Христе. Və demək istəyirəm ki, bu parça İsa Məsih barəsində danışır. И он пришел на землю. Və İsa Məsih yer üzünə gəldi. И он Бог во плоти. Və bəşər oldu. И он не создал себе уникально красивое тело и уникально красивую внешность. Və bəşər olması üçün özü üçün gözəl bir zahir, gözəl bir bədən yaratmadı. Но здесь говорится, в нем не было ни вида, ни величия. Amma yazılıbdı ki, onun nə görkəmi, nə də gözəlliyi var idi. Но я согласен с Ваенгой. Бог, ты, наверное, красив. Həmən müğənni ilə mən razıyam ki, ya Rəbb, yəqin ki sən gözəlsən. Но в чем его красота? Və sənin gözəlliyin nədədir? Я думаю, что послушание, Və düşünürəm ki, bu itayətdir, верность, sədaqətdir, храбрость, cəsarətdir которые привели его на крест. ki, onu çarmıxa aparan şeylərdir. Любовь, которая побудила его сделать это. Və bu addımı atmaqdan ötürü onu vadar edən məhəbbəti idi. Любовь, которую он проявлял к тем, кто окружал его. Və onu əhatə edənlərə göstərdiyi məhəbbəti idi. Любовь, которую он сегодня проявляет к нам. Və bizə bugün göstərdiyi məhəbbətidir onun gözəlliyi. И это его красота. Və bütün bunlardadır Rəbbin gözəlliyi. Просто подумайте о такого рода красоте. Bax, sadəcə belə bir gözəllik barəsində düşünün. Я размышлял о том, что царь Артаксеркс Və düşünürdüm ki, bu həmən Axaşveroş padşah на самом деле единственное, на что он мог посмотреть, это на внешность. Yeganə görə biləcəyi, baxa biləcəyi şey zahiri gözəllik idi. Но максимум может быть еще понюхать. Və maksimum edə biləcəyi başqa bir şey sadəcə qoxlamaq ola bilərdi. Так как их там эти были втирания, эти ароматы. Qızları hazırlayanda onların bədəninə ətirli yağlar sürtürdülər. Но что в сердце, Amma ürəkdə olanı он не мог знать. Padşah bilə bilməzdi. Вспомните Иакова, 1 главу. Yaqub 1-ci fəsili xatırlayın. Где говорится о человеке, который входит с перстнем, красивой одежде. Və orada gözəl libas geyinmiş, barmağında üzüyü olan kəsdən danışırlar. Входит бедный. Və eləcə də kasıblardan danışırlar. Посредственно выглядит. Və uyğun olaraq da görsənirlər. Говорит, одному ты говоришь, сядь сюда, а другого приглашаешь сюда. Və deyilir ki, birini orada əyləş, birini isə yuxarı başa dəvət edirsən. Бог учит нас не взирать на лица. Və Tanrı bizi zahirə baxmamaq öyrədir. В 1 Царств, 16 главе, говорится, когда они Самуил искали помазать царя. Və 1-ci Şamuel 16-cı fəsildə yazılıbdır ki, Şamuel padşahı məhs etmək üçün axtarırdı.
А Бог говорит, я смотрю не как человек. Və orada Tanrı deyirdi ki, mən insanın baxdığı kimi baxmıram. Человек смотрит на внешность, я же смотрю на сердце. Deyilir ki, insan zahirə baxır, mən isə ürəyə baxıram. В этой истории Есфири был такой персонаж, Аман. Və Esterin əhvalatında belə bir şəxsiyyət var idi, onun adı Aman idi. И Артаксеркс возвысил его. Və bu padşah, Ahasveroş padşah onu yüksəltmişdi. И он был вторым человеком в государстве. Və deyilir ki, padşahlıqda ikinci vəzifəyə görə ikinci böyük adam idi. И все, кто его видел, должны были... Настолько он был возвышен Артаксерксом, царем, что все, кто его видели, они должны были падать ниц, Və поклониться. deyilir ki, padşah ona o qədər böyük vəzifə vermişdi ki, padşahlıqda onu görən hər kəs qarşısında diz çökməli idi. Но вот у ворот Мардахей, Amma budur, Mardakay şəhər qapılarının önündə idi и он не кланяется ей. və həmən bu kəsə baş əymədi. Знаете, я думаю, даже в наше время, да, то есть такая возможность выйти на первого человека через первые руки, что-то попросить. Да ну что там, давай поклонимся. Və bilirsiniz, bizim dövrümüzdə də belə ola bilər ki, bax bu böyük adamdır, böyük vəzifəsi var, onun huzuruna düşmək, nəsə xahiş etmək olar. Nə olacaq ki, baş əyəndə? Но есть принципы. Amma prinsiplər var. И Мардахей стоит на этих Və принципах. Mardakay öz prinsiplərindən bərk yapışmışdı. И потом разгорается конфликт. Və sonra isə bir konflikt yaranır. И этот конфликт также решение пришло через благодать. Və eləcə də bu konfliktin həlli lütf vasitəsilə gəldi. Через Есфирь. Ester vasitəsilə. Царица, первая царица Артаксеркса, Deməli, padşahın birinci şahzadəsi она, говорится, была красива. deyilir ki, o gözəl idi. Она была красива. Gözəl idi. Но, знаете, нигде не написано больше ни одного ее достоинства. Və bilirsinizmi, başqa heç bir yerdə onun ləyaqəti, gözəlliyi barəsində başqa heç nə И yazılmıyor. когда Артаксеркс позвал ее, Və Ahasveroş padşah şahzadəni dəvət edəndə она проявила свою гордость. və öz qürurunu göstərdi şahzadə. Она не пришла. Gəlmədi padşahın yanına. На самом деле и Артаксеркс сам, когда звал ее, также проявлял свою гордость. Və Ahasveroş da şahzadəni dəvət edəndə, çağıranda o da öz qürurunu göstərirdi. Показать эту красоту окружающим и сказать, что эта красота принадлежит мне. Ki zövcəsinin gözəlliyini ətrafda olan kəslərə göstərməklə bu gözəlliyin ona məxsus olmağını demək istəyirdi. Что же с Есфирь? Bəs Esterlə necə oldu? Библия говорит, что она также была красива станом и красива Və лицом. Bibliyada deyilir ki, o da qaməti və üzü gözəl idi. Но этим не ограничивается. Amma bununla kifayətlənmir. И когда наступает эта ситуация, Və həmən bu vəziyyət gəlib çatanda, когда дается команда убивать всех евреев, o zamanki которые живут в царстве. padşahlıqda yaşayan Yahudiləri qırmaq əmri veriləndə, И вот мы сейчас прочтем этот стих, biz indi həmən o bəndi oxuyacağıq. который мы не прочитали в начале. Ki o bəndi ki əvvəldən oxumadıq. Есфирь 4:14. Esterin kitabı 4-cü fəslin 14-cü bəndi. Мардахей передал Есфире: если ты промолчишь в это время, то свобода и избавление придет для иудеев из другого места, а ты и дом отца твоего погибнете. И кто знает, не для такого ли времени ты достигла dostoinства царского. Yazılıb ki, əgər sən susarsansa, Yahudilərə yardım və qurtuluş başqa yerdən gələcək. Amma sən və ata evin tamamilə məhv olacaq. Kim bilir, bəlkə sən elə bugün üçün mələkəliyə çatmısan. И Есфирь, она приняла решение Və Ester qərar verdi поститься сама ki, özü də oruç tutsun и попросила поститься всех окружающих. və ətrafda olan kəslərdən də xahiş etdi ki, oruç tutsunlar. У нее была молитвенная жизнь.
və onun dua həyatı var idi. И она сказала, и потом я zaydu. Və dedi ki, bax oruç tutandan sonra mən padşahın yanına gedəcəm. И если погибнуть, то погибну. Əgər məhv olmalıyamsa məhv olacağam. И она так и сделала. Və belə də etdi. И это была ее храбрость. Və bu onun cəsarəti idi. И я хочу сказать, что это была ее красота. Və demək istəyərdim ki, bax onun cəsarəti, onun gözəlliyi idi. И также в Библии говорится о том, что даже после того, как она стала царицей, Və Bibliyada deyilir ki, o mələkə şəhzadə olandan sonra belə она также относилась к Мордохею и также была послушна ему. və bundan sonra da Mardokeyə əvvəlki kimi münasibət göstərirdi və eləcə də tabe idi, itaət göstərirdi. И это ее красота. Və budur onun gözəlliyi. И это ее Bu красота. onun gözəlliyidir. Давайте помолимся. Gəlin dua edək. Дорогой Господь, благодарим Тебя. Əziz Rəbb, sənə minnətdarıq. Благодарим Тебя за то, что Ты смотришь не на лицо, а на сердце. Minnətdarıq ki, sən üzə yox, amma ürəyə baxırsan. Благодарим Тебя за то, что Ты говоришь с нами об этом. Və minnətdarıq ki, sən bütün bu şeylər barəsində bizimlə danışırsan. Благодарим Тебя за то, что Ты учишь нас Minnətdarıq ki, bizə öyrədirsən быть тихими, ki, sakit olaq, смотреть на Тебя. sənə baxaq. Благодарим Тебя, Господи. Sənə minnətdarıq, ya Rəbb. Благодарим Тебя за эту удивительную историю. Və bu heyrətamiz əhvalata görə sənə minnətdarıq. Благодарим Тебя, Господи. Minnətdarıq sənə, ya Rəbb. Благодарим Тебя за наш лагерь, Düşərgəmizə görə sənə minnətdarıq. за то, что Ты говоришь, Ki, sən danışırsan, за то, что дети Твои слышат, ki, Господь. sənin övladların eşidirlər. Благодарим Тебя. Sənə minnətdarıq. Отец, помогай нам Ya Rəbb, bizə kömək et принимать правильные ki, решения, düzgün qərarlar verək, выбирать друзей ki, düzgün dostlar seçək. не по внешнему виду, Zahirə görə deyil, а выбирать работников ki, işçiləri seçək. не по внешнему виду, Zahirə görə yox, искать, с кем мы пойдем одно или два поприща, ki, kiminlə 1-2 mil gedəcəyimizi seçək. не по внешнему виду. Ki, bu seçimi zahirə görə etməyək. Помоги нам, Отец, Bizə kömək et, ya Rəbb. смотреть на сердце, Ki, ürəyə baxaq, видеть görə bilək. духовную картину, Отец. Ruhani mənzərəni görə bilək. Славим Тебя, Şükür драгоценный edirik Бог. sənə, Rəbbisə. Если кто-то здесь или кто слушает эту проповедь никогда не принимал Иисуса Христа в свое сердце, Əgər burada olanlardan və ya vəzə qulaq asanlardan kimsə Məsihi heç vaxt qəbul etməyibsə, просто скажите такую молитву в своем сердце. sadəcə öz ürəklərinizdə belə bir dua sözlərini Господь deyin. Иисус, Rəbbisə, благодарю Тебя за то, что Ты пришел в этот мир, sənə minnətdaram ki, bu yer üzünə gəldin. невзирая на то, что я грешник, Ki, mənim günahkar olmağıma baxmayaraq, и умер за меня, mənə görə öldün, умер за мои грехи, mənim günahlarıma görə öldün, пролил свою кровь. öz qanını axıtdın. Я верю в это. Mən buna inanıram. Войди в мое сердце, Mənim ürəyimə gəl, будь моим Господом и mənim Спасителем. Rəbbim və xilaskarım ol. Слава Тебе, Иисус. Şükür olsun sənə İsa. Слава Тебе. Şükür olsun sənə Rəbb.